Salam aziz dostlar. Bu hafta sizə hansı sürprizlər gözləyir? Sevgi həyatınızda nələr dəyişəcək? Maliyyə və iş sahəsində hansı qapılar açılacaq? Bəlkə də taleyinizlə bağlı vacib bir işarə məhz bu videoda gizlənib. Sonuna qədər izləyin. Çünki burcunuz üçün ən maraqlı və vacib mesajlar sizi gözləyir. Gəlin birlikdə bu həftənin enerjisini kəşf edək. Koç burcu, bu hafta diqqət mərkəzində olmaq üçün xüsusi bir şey etməyəcəksiniz. Maraqlısı da budur ki, insanlar sizə özləri yaxınlaşacaq. Sizin enerjiniz, özünüzə inamınız və davranışınız ətrafdakilərə təsir edəcək. Sevgi mövzusunda maraqlı hadisələr mümkündür. Əgər cübəysinizsə, adi görünən bir tanışlıq gözlədiyinizdən daha farklı istiqamət ala bilər. Kimsə uzun müddətdir sizə maraq göstərir, amma buna açıq bildirməyib. Bu hafta bəzi gizli hisslər üzə çıxa bilər. Münasibətdə olan koçlar isə bir şeyi xatırlamalıdır. Xoşbəxtlik hər zaman böyük sürprizlərdə olmur. Bəzən sadəcə birlikdə keçirilən sakit vaxt münasibəti daha da gücləndirir. İş həyatında işləriniz daha rahat irəliləyə bilər. Son vaxtlar qarşılaşdığınız bəzi çətinliklər yavaş-yavaş aradan qalxmağa başlayır. Fikirlərinizə qulaq asanların sayı artır. İnsanlar sizin sözünüzə əvvəlkidən daha çox dəyər verir. Amma tələsməyin. Bu hafta ağılla verilən qararlar emosiyalarla verilən qararlardan daha uğurlu olacaq. Maddi məsələlərdə ehtiyatlı olmaq faydalıdır. Böyük risklara ehtiyac yoxdur. Əlinizdə olanı qorumaq və lazımsız xərclərdən uzaq durmaq daha düzgün seçim olacaq. Sağlamlıq baxımından isə bədəniniz hərəkət istəyir. Açıq havada gəzmək, aktiv olmaq və gündəlik rutindən bir qədər uzaqlaşmaq sizə yaxşı təsir göstərəcək. Özünüzü yorğun hiss etdiyiniz anlarda telefon ekranına deyil, təmiz havaya üz tutun. Bu hafta həyat sizə maraqlı bir dərs verir. Hər qapını güclə açmaq lazım deyil. Bəzi insanlar sizin səmimiyyətinizə görə yanınızda qalacaq. Köhnə əlaqələrin yenidən canlanması da mümkündür. Bu hafta sizin ən böyük üstünlüyünüz özünüz olmağınızdır. İnsanlar məhz buna görə sizə çəkiləcəklər. Boğa burcu, bu hafta pul və dəyər mövzusu həyatınızın əsas xəttinə çevrilə bilər. Amma söhbət yalnız qazandığınız məbləğdən getmir. Əsas məsələ özünüzü nə qədər qiymətləndirdiyinizdir. Uzun müddətdir haqq etdiyinizdən azına razı olmuşsunuzsa, artıq bunu dəyişmək vaxtıdır. İş sahəsində yeni imkanlar görünə bilər. Yeni müraciət, maaş artımı barədə söhbət və ya əlavə qazanc mənbəyi gündəmə gələ bilər. Öz biznesi olanlar üçün isə yeni müştərilər və maraqlı təkliflər qapını döyə bilər. Əsas şərt odur ki, öz əməyinizi ucuz satmayasınız. Sevgi həyatında bəzi məsələlər aydınlaşır. Uzun müddətdir görməməzlikdən gəldiyiniz hisslər artıq gizli qala bilməz. Subay boğalar gözləmədikləri bir insandan diqqət görə bilərlər. Bu tanışlıq əvvəlcə adi görünə bilər, amma davamı düşündüyünüzdən maraqlı ola bilər. Münasibətdə olanlar üçün isə yaxınlıq və səmimiyyət ön plana çıxır. Böyük sözlərdən çox, kiçik davranışlar münasibəti gücləndirəcək. Qarşı tərəfin hisslərini dinləmək bu hafta hər şeydən vacibdir. İş mühitində bəzi gərgin anlar yarana bilər. Hamının fikri ilə razılaşmaq məcburiyyətində deyilsiniz. Amma hər mübahisəyə qoşulmaq da lazım deyil. Bir addım geri çəkilib, ümumi mənzərəni görmək sizə üstünlük qazandıracaq. Sağlamlıq baxımından bədəninizə qarşı daha diqqətli olun. Yorğunluq siqnallarını gecikdirmədən qəbul edin. Dincəlmək zəiflik deyil, ağıllı seçimdir. Biraz sakitlik və özünüzə ayırdığınız vaxt enerjinizi yenidən bərpa edə bilər. Boğa, bu hafta həyat sizə bir şeyi göstərmək istəyir. Öz dəyərini anlayan insanın həm qazancı, həm də münasibətləri dəyişməyə başlayır. Hər şey məhz buradan başlayır. Əkizlər burcu, bu hafta həyatınızda yeni bir mərhələnin başladığını hiss edə bilərsiniz. Son zamanlar beyninizdə dolaşan fikirlər artıq sadəcə xəyal olaraq qalmayacaq. Qarşınıza çıxan imkanlar sizdən qərar verməyi və hərəkətə keçməyi tələb edir. Bu haftanın ən vacib mövzusu özünüzə inanmaqdır. Uzun müddətdir planlaşdırdığınız bir işi başlamaq üçün daha uyğun vaxt gözləyirdinizsə, bilin ki, mükəmməl zaman yoxdur. İlk addımı atanlar qazanır.
Sevgi həyatında maraqlı hadisələr mümkündür. Sübey əkizlər adətən diqqət etmədikləri bir insana qarşı maraq hiss edə bilərlər. İlk təəssürat hər zaman doğru olmur. Buna görə də insanları tanımağa şans verin. Münasibətdə olanlar üçün isə azadlıq və etibar əsas mövzu olacaq. Qarşı tərəfi nəzarətdə saxlamaq istəyi münasibəti zəiflədə bilər. Biraz nəfəs almaq üçün yer vermək isə əksinə sizi daha da yaxınlaşdıracaq. İş və maliyyə sahəsində sabitlik hökm sürür. Böyük sıçrayışlar gözlənilməsə də atdığınız addımlar gələcək üçün möhkəm təməl yaradır. Səbir göstərənlər yaxın zamanda bunun bəhrəsini görəcəklər. Ətrafınızdakı insanlar sizin fikirlərinizə daha çox dəyər verməyə başlayacaq. Danışdıqlarınız diqqət çəkəcək və bəzi hallarda sizdən məsləhət istəyənlər də ola bilər. Öz potensialınızı kiçiltməyin. Sağlamlıq baxımından beyninizi və sinirlərinizi yormamağa çalışın. Hər xəbəri izləmək, hər mesajı dərhal cavablandırmaq məcburiyyətində deyilsiniz. Biraz sakitlik sizə düşündüyünüzdən daha çox enerji verəcək. Əkizlər, bu həftə atdığınız kiçik addımlar gələcəyiniz üçün böyük qapılar aça bilər. Həyat sizdən sadəcə hərəkət gözləyir. Qalanı zamanla yerinə düşəcək. Xərçəng burcu. Bu həftə kənardan sakit görünsəniz də daxilınızda böyük dəyişikliklər baş verir. Son vaxtlar çox şeylə məşğul olmusunuz və öz ehtiyaclarınızı arxa plana keçirmişsiniz. İndi isə həyat sizə bir qədər dayanmağı və özünüzə vaxt ayırmağı xatırladır. Bu həftə tək qalmaq sizə yaxşı təsir edə bilər. Hər sualı cavabı başqalarında axtarmağa ehtiyac yoxdur. Bazı qərarlar yalnız öz səsinizi dinlədiyiniz zaman aydın görünəcək. Sevgi mövzusunda gizlədilən hisslər ön plana çıxa bilər. Münasibətdə olanlar problemləri görməməzlikdən gəlmək əvəzinə açıq danışmalıdırlar. Düz danışılan bir söhbət günlərlə davam edən susqunluqdan daha faydalıdır. Subay xərçənglər üçün isə tələsmək lazım deyil. Doğru insanın həyatınıza daxil olması üçün zaman lazımdır. Səbirli olmaq bu dəfə sizin xeyrinizə işləyəcək. İş və maliyyə sahəsində bəzi çətinliklər yarana bilər. Hər şey planlaşdırdığınız sürətlə getməsə də ruhdan düşməyin. Bu həftə qazancınız sürətdən deyil, dözümlülükdən gələcək. Qarşıya çıxan maneələr sizi zəiflətmək üçün yox, gücləndirmək üçün ortaya çıxır. Pul məsələlərində emosiyalarla qərar verməyin. Ani istəklərlə edilən xərclər sonradan peşmanlıq yarada bilər. Biraz ehtiyatlı olmaq daha doğru seçimdir. Sağlamlıq baxımından bədəninizə diqqət yetirin. Yorğunluq, yuxusuzluq və gərginlik siqnallarını görməməzlikdən gəlməyin. İsti yeməklər, yaxşı yuxu və sakitlik bu həftə sizə ən çox lazım olan şeylərdir. Bu həftə həyat sizə vacib bir dərs verir. Hər zaman mübarizə aparmaq məcburiyyətində deyilsiniz. Bəzən özünüzə qayğı göstərmək də ən böyük uğur hesab olunur. Bu sakitlik sizə yeni güc qazandıracaq. Şir burcu. Bu həftə diqqət çəkmək üçün xüsusi səy göstərməyəcəksiniz, amma insanlar yenə də sizə baxacaqlar. Sizdə olan özünə inam və enerji ətrafdakilərə təsir edir. Bir çox insan sizinlə ünsiyyətdə olmaq, fikirlərinizi eşitmək və yanınızda olmaq istəyəcək. Sevgi həyatında hisslər daha güclü şəkildə üzə çıxır. Əgər kiməsə qarşı marağınız varsa, bunu gizlətmək çətin olacaq. Subay şirlər üçün təsadüfi görünən bir tanışlıq maraqlı bir başlanğıca çevrilə bilər. Həyat bəzən ən gözəl sürprizləri planlaşdırmadığınız vaxt gətirir. Münasibətdə olanlar üçün isə birlikdə keçirdiyiniz zaman çox dəyərli olacaq. Son dövrlərdə yığılan yorğunluğa və gərginliyi biraz kənara qoyub, münasibətinizə diqqət ayırmaq yaxşı nəticə verəcək. Bəzən birlikdə gülmək uzun söhbətlərdən daha çox yaxınlıq yaradır. İş sahəsində sözünüz daha çox təsir gücünə malik olacaq. İnsanlar sizi dinləyəcək və fikirlərinizə dəyər verəcəklər. Əgər vacib bir görüş və ya qərar gözləyirsinizsə, geri çəkilməyin. Bu həftə özünüzü göstərmək üçün uyğun zamandır. Maliyyə məsələlərində isə emosiyalarla hərəkət etməyin. Özünüzü yaxşı hiss etdiyiniz üçün lazımsız xərclərə meyl arta bilər. Pulunuzu görüntü üçün deyil, fayda üçün istifadə etmək daha doğru seçim olacaq. Sağlamlıq baxımından enerjiniz yüksəkdir. Hərəkət etmək, idmanla məşğul olmaq və aktiv qalmaq sizə yaxşı təsir göstərəcək. Amma hər şeyin ölçüsü vacibdir. Özünüzü həddindən artıq yormayın. Şir,
Bu hafta sizə verilən ən böyük üstünlük insanların diqqətidir. Onları sadəcə heyran qoymaq yox, həm də ilhamlandırmaq imkanınız var. Bu fürsəti düzgün dəyərləndirin. Qız burcu. Bu hafta həyatınız sakit görünə bilər, amma əslində gələcəyiniz üçün vacib addımların təməli qoyulur. Siz hər zaman düşünərək hərəkət edən, detallara diqqət yetirən insan olmusunuz. İndi isə bu xüsusiyyətləriniz sizə üstünlük qazandıracaq. İş və karyera sahəsində yeni imkanlar yavaş-yavaş görünməyə başlayır. Hələ hər şey tam aydın olmasa da, hiss edirsiniz ki, daha böyük məqsədlər haqqında düşünməyin vaxtı çatıb. Özünüzü kiçik çərçivələrə salmayın. Bəzən insanın qarşısındakı ən böyük məniyə öz qoyduğu sərhədlər olur. Bu hafta ətrafınızdakı insanlar sizdən daha çox məsləhət istəyə bilərlər. Çünki onlar sizin məntiqlə yanaşmanızı və etibarlığınızı yüksək qiymətləndirirlər. Amma başqalarının problemləri ilə məşğul olarkən öz ehtiyaclarınızı unutmayın. Sevgi həyatında isə sakitlik hökm sürür. Subay qızlar üçün bu dövr özünü daha yaxşı tanımaq və nə istədiyini anlamaq vaxtıdır. Bununla belə, əvvəllər diqqət etmədiyiniz biri gözlənilmədən marağınıza çəkə bilər. Münasibətdə olanlar üçün isə rahatlıq və qarşılıqlı anlayış ön plana çıxır. Hər problemi dərhal həll etməyə çalışmaq lazım deyil. Bəzən sadəcə bir-birinizi dinləmək kifayət edir. Maddi məsələlərdə mövqeyiniz güclənir. Danışıqlar, razılaşmalar və maliyyə qərarlarında üstünlük sizin tərəfinizdə ola bilər. Amma nəticələrin dərhal gəlməsini gözləməyin. Bu həftə səbir ən böyük qazancdır. Sağlamlıq baxımından nizam-intizam vacibdir. Vaxtında yemək, kifayət qədər istirahət etmək və bədəninizin siqnallarına qulaq asmaq sizə yaxşı təsir göstərəcək. Bu həftə sürət yox, istiqamət önəmlidir. Doğru yolda olan insan gec olsa da məqsədinə çatır. Əsas olan hərəkət etdiyinizi bilməyinizdir. Tərazi burcu. Bu hafta sizin üçün hər şey biraz qarışıq, amma maraqlı görünür. Ətrafınızda insanlar çox danışacaq, çox şey istəyəcək, amma hamısına hə demək enerjinizi boşalda bilər. Özünüzü qorumağa öyrənməli olduğunuz bir dövrdəsiniz. Sevgi tərəfində gizli maraqlar var. Biri sizə yaxın olmaq istəyir, amma bunu açıq şəkildə göstərmir. Siz bunu hiss edirsiniz, amma tələsməyin. Hər yaxınlıq səmimi olmur. Əgər münasibətdəsinizsə, xırda qısqanclıqlar yarana bilər. Amma bu ciddi problem deyil. Biraz diqqət və isti münasibət hər şeyi yoluna qoyacaq. İş həyatında isə səssiz irəliləyiş var. Siz uzun müddət gözləmişsiniz. İndi isə yavaş-yavaş nəticələr görünməyə başlayır. Amma hər təklifi dərhal qəbul etməyin. Bəzi şeylər kənardan gözəl görünsə də daxilində sizi sıxacaq detallar ola bilər. Pul məsələsində ehtiyatlı olun. Bu hafta tez qazanc axtarmaq sizə zərər verə bilər. Daha çox qorumaq və planlı davranmaq lazımdır. Sağlamlıq və ruh halınız biraz dəyişkən ola bilər. Çox insanla ünsiyyət qurmaq, çox düşünmək sizi yorur. Özünüzə vaxt ayırın. Biraz sakitlik tapın. Bu sizə çox yaxşı təsir edəcək. Haftanın ortasında hər şeyi dəyişmək istəyi yarana bilər. Amma bu qərar vermək vaxtı deyil. Bu sadəcə yorğunluqdur və keçəcək. Haftanın sonunda isə daha aydın düşünəcəksiniz. Kimin həqiqətən sizin yanınızda olduğunu, kimin isə olmadığını daha yaxşı anlayacaqsınız. Ən önəmlisi isə özünüzü daha yaxşı tanıyacaq və daxili balansınızı qorumağın nə qədər vacib olduğunu hiss edəcəksiniz. Əqrəb burcu. Bu hafta sizin üçün əsas mövzu pul və böyük qərarlar olacaq. Bir razılaşma, kredit işi və ya gəlirlə bağlı ciddi dəyişiklik gündəmə gələ bilər. Tələsməyin, hər şeyi diqqətlə yoxlayın. Çünki bəzən kənardan çox gözəl görünən şeylər daxilində çətinliklər gizlədir. Haftanın əvvəlində özünüzü güclü və qalib kimi hiss edə bilərsiniz. Çünki hər şey sizin nəzarətinizdədir. Amma bu hiss sizi aldatmasın. Əslində indi kimin həqiqətən sizin yanınızda olduğunu, kimin isə sadəcə öz maraqları üçün yaxınlaşdığını daha aydın görəcəksiniz. Sevgi tərəfində müəyyən gərginlik yarana bilər. İçinizdə saxladığınız sözlər artıq gizli qalmaq istəmir. Danışmaq və hisslərinizi ifadə etmək lazımdır. Münasibətdə olanlar üçün açıq söhbətlər bu hafta çox vacibdir. Subaylar üçün isə gözlənilməz və dərin təsir bağışlayan bir tanışlıq mümkündür.
İş və gələcək planlarla bağlı yeni bir yolun başlanğıcındasınız, amma hələlik tələsməyin. Nə istədiyinizi və hansı istiqamətdə getmək istədiyinizi yaxşı düşünün. Bu dövr sizə qaçmaq üçün deyil, doğru istiqaməti seçmək üçün verilib. Sağlamlıq baxımından stres özünü bədəndə hiss etdirə bilər. Xüsusilə qarın nahiyəsində narahatlıq yaşana bilər. Həddindən artıq düşünmək sizi yorur. Daha çox istirahət edin, sakitlik tapın və özünüzə vaxt ayırın. Haftanın sonunda anlayacaqsınız ki, hər şeyi zorla idarə etmək mümkün deyil. Bəzən sadəcə doğru yerdə dayanmaq və düzgün qərar vermək kifayətdir. Ox atan burcu. Bu həftə sizin üçün daha yüngül və rahat bir enerji gəlir. Sanki içinizdəki gərginlik biraz azalır və siz daha sərbəst nəfəs alırsınız. Amma bu, hər şeyin asan olacağı demək deyil. Sadəcə siz artıq daha sakit yanaşırsınız. Sevgi tərəfində isti və maraqlı dəyişikliklər var. Sizə fərqli, hətta biraz qeyri-adi biri yaxınlaşa bilər. İlk baxışda qəribə görünə bilər. Amma diqqət etsəniz, bu insan sizi düşündürəcək. Münasibətdə olanlar üçün əsas məsələ bir-birinə sərbəstlik verməkdir. Çox sıxmaq yox, güvənmək daha vacibdir. İş və pul mövzusunda işlər nisbətən rahat gedir. Çox əziyyət çəkmədən nəticə görə bilərsiniz. Komanda işi və ünsiyyət sizə uğur gətirir. Amma bəzi nəticələr biraz gecikə bilər. Səbirli olun. Sağlamlıq baxımından vəziyyət yaxşıdır. Enerjiniz yerindədir. Ruh halınız daha pozitivdir. Yeni vərdişlər başlamaq üçün əla zamandır. İdman, gəzinti və ya gündəlik rejimi düzəltmək sizə çox fayda verəcək. Həftənin ortasında sizdə yeni yerlər görmək və ya farklı şeylər öyrənmək istəyi güclənə bilər. Bu, səyahət ola bilər və ya sadəcə yeni biliklər əldə etmək arzusu. Həftənin sonunda isə münasibətlər və vacib razılaşmalar ön plana çıxır. Kimlərlə davam edəcəyinizi, kimlərlə məsafə saxlayacağınızı daha aydın görəcəksiniz. Bu həftə düzgün insanları seçmək sizin üçün çox vacib olacaq. Oğlaq burcu. Bu həftə sizin üçün sürət və məsuliyyət artımı gəlir. Siz onsuz da çalışqan bir insansınız, amma indi daha çox iş və daha çox öhdəlik sizin üzərinizə düşə bilər. Əsas məsələ panikaya düşməmək və hər şeyi qaydasında saxlamaqdır. İş və planlarda yeni vəzifələr ortaya çıxa bilər. Bu sizi yoracaq kimi görünsə də əslində sizi daha güclü edəcək. Təşkilatlı olsanız hər şeyin öhdəsindən gələcəksiniz. Pul və karyera baxımından uzun müddətli imkanlar var. Tez nəticə gözləməyin. Çünki bəzi şeylər gec görünsə də onların dəyəri böyük olacaq. Sevgi və münasibətlərdə biraz gərginlik yarana bilər. Açıq danışmaq lazım olacaq. Cütlüklər üçün birlikdə sakit vaxt keçirmək çox vacibdir. Subay insanlar isə hələlik özlərini inkişaf etdirməyə diqqət yetirməlidirlər. Sağlamlıqda isə yorğunluq və gərginlik hiss oluna bilər. Bədəninizə diqqət edin, daha çox istirahət edin və özünüzü həddindən artıq yükləməyin. Kiçik hərəkətlər və yüngül məşqlər sizə yaxşı təsir edəcək. Haftanın ortasında keçmişdəki bəzi problemləri geridə qoymaq daha asan olacaq. Bu sizə rahatlıq gətirəcək. Haftanın sonunda isə yeni fikirlər və öyrənmək istəyi artacaq. Amma hər eşitdiyinizə inanmayın. Hər şeyi yoxlamaq vacibdir. Bu hafta sizin üçün əsas dərs budur. Güc yalnız işləməkdə deyil, həm də özünüzü idarə etməkdədir. Dolca burcu. Bu hafta sizin üçün biraz gərgin, amma çox vacibdir. İş və gündəlik həyatınızda kimsə sizin fikirlərinizə qarşı çıxa bilər və ya gördüyünüz işlər tənqid oluna bilər. Bu sizi əsəbləşdirə bilər. Amma hər şeyi şəxsi qəbul etməyin. İş və pul məsələlərində tələsmək yaxşı deyil. Bəzi proseslər yavaş gedə bilər, amma bu sizə səhvlərdən qaçmaq imkanı verir. Sabırlı olmaq bu hafta sizin ən böyük üstünlüyünüzdür. Sevgi və münasibətlərdə açıq danışmaq vacibdir. Cütlüklər üçün içəridə saxlanılan sözlər problem yarada bilər, amma dürüst söhbət hər şeyi düzəldə bilər. Subay insanlar üçün isə gözlənilməz diqqət və maraq yarana bilər. Sağlamlıq baxımından yorğunluq və stres hiss oluna bilər. Özünüzü çox yükləməyin. İstirahət edin və bədəninizin siqnallarına qulaq asın. Yuxu və sakitlik sizə çox yaxşı təsir edəcək. Haftanın ortasında ünsiyyət daha asan olacaq və bəzi problemləri açıq danışaraq
həll edə biləcəksiniz. Bu sizə rahatlıq gətirəcək. Haftanın sonunda isə özünüzdə böyük dəyişikliklər hiss edəcəksiniz. Siz artıq daha güclü, daha təcrübəli və daha dözümlüsünüz. Bu hafta sizə göstərir ki, hər bir çətinlik sizi daha da möhkəmləndirir. Balıq burcu. Bu hafta sizin üçün daha sakit və yumşaq bir dövr başlayır. Sanki biraz daha çox yatmaq və dincəlmək istəyirsiniz. Bu tənbəllik deyil, sadəcə bədəninizin və ruhunuzun bərpa olunmasıdır. Ailə və ev mövzuları ön plana çıxır. Kimdənsə kömək istəmək və ya kiməsə kömək etmək lazım ola bilər. Evdə kiçik dəyişikliklər, qoç və ya təmir kimi məsələlər də gündəmə gələ bilər. Sevgi həyatınızda sakitlik və istilik var. Böyük dramlar yoxdur, amma daha çox anlayış və yaxınlıq hiss olunur. Cütlüklər üçün sadə və sakit birlikdəlik çox vacib olacaq. Subay insanlar isə gözlənilməz bir tanışlıq yaşaya bilərlər. İş və pul mövzusunda böyük dəyişikliklər görünmür. Amma bu pis deyil, sizə rahatlıq verir. Arxa planda gördüyünüz işlər gələcəkdə öz nəticəsini verəcək. Xərclər mövzusunda isə diqqətli olmaq lazımdır. Sağlamlıq baxımından bədəniniz daha çox istirahət tələb edir. Daha çox yatmaq, sakit qalmaq və stresi azaltmaq sizə yaxşı təsir edəcək. Haftanın ortasında daxili gücünüzü daha yaxşı hiss edəcəksiniz. Özünüzü qorumağı və daha möhkəm dayanmağı öyrənirsiniz. Haftanın sonunda isə özünüzü analiz etmək istəyiniz artacaq. Bazı vərdişlərinizi dəyişmək barədə düşünə bilərsiniz. Bu dəyişikliklər yavaş-yavaş baş verəcək, amma sizə uzun müddətli fayda gətirəcək. Əziz izləyicilər, həftəlik burc proqnozumuzun sonuna gəldik. Ümid edirəm ki, eşitdikləriniz sizə faydalı oldu və qarşıdakı günlər üçün ilham verdi. Videonu bəyəndinizsə like etməyi, kanalımıza abunə olmağı və bildiriş zəngini aktivləşdirməyi unutmayın. Fikirlərinizi şərhlərdə bizimlə paylaşın. Növbəti həftə yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın və ulduzların sizə gətirdiyi imkanları qaçırmayın. Sağ olun.